Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xayru nasirin və mu'in. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. İnşallah bugün əxlaq elmi ilə tibb elminin bir-birinə bənzərliyi və oxşarlığı haqqında söhbət edəcəyik. Həqiqətən də bu iki elm bir-birinə çox bənzəyirlər, çox oxşarlıqları var. İndi bir neçə misal çəkərək məsələni diqqətinizə çatdıracağam. Məsələn, fərz edin ki, bir insan heç bir gözəl əxlaqa, xüsusiyyətə sahib deyil. Bu insanın vəzifəsi nədir? İlk öncə bunun vəzifəsi budur ki, gözəl əxlaqa sahib olmağa çalışmalıdır. Və ikinci məsələ odur ki, belə deyək də, o insanlar ki, gözəl əxlaqa sahib olubdular, gözəl sifətləri ələ gətiribdilər, bunların da vəzifəsi sahib olduqları bu gözəl sifətləri qoruyub saxlamaqdır. Baxın, tibb elmində də eyni ilə bu cürdür. Birinci məsələ budur ki, məsələn, fərz edin bir insan xəstədir. Xəstə insanın vəzifəsi nədir? Doktora müraciət edərək öz xəstəliyini müalicə elətdirməkdir. Necə ki, əxlaq elmində insanın vəzifəsi nə idi? Birinci, gözəl əxlaqa, gözəl xüsusiyyətlərə sahib olmaq idi. Eyni ilə tibb elmində, əxlaq elmi ilə tibb elmindəki bu birinci hissə bir-birinə bənzəyir. Tibb elmindəki ikinci məsələ nədir? O insan ki, sağlamdır, heç bir xəstəliyi, bir problemi yoxdur, bu insanın vəzifəsi də odur ki, öz sağlamlığını qoruyub saxlasın. Eyni ilə əxlaq elmindəki ikinci hissə kimi. Yəni, o insan ki, gözəl xüsusiyyətləri, gözəl əxlaqi keyfiyyətləri ələ gətirib, onun da vəzifəsi budur ki, bu əxlaqi dəyərləri qoruyub saxlasın. Baxın, elə bu baxımdan da buna görə də tibb elminin özünü iki hissəyə bölüblər. Bunun birinci hissəsi nədir? İnsan xəstəliklərinin müalicəsidir. İkinci hissəsi də odur ki, sağlam insanın sağlamlığını qoruyub saxlaması üçün həsr olunubdur. Əxlaq elmi də eyni ilə bu cürdür. Əxlaq elmini də elə tibb elminə bənzədiyinə görə bunu da iki hissəyə bölürlər. Baxın, birinci hissəsi nədir? Fəzilətlərə yiyələnmək, gözəl əxlaqi xüsusiyyətləri ələ gətirmək, qeyd etdiyimiz kimi. Tibb elminin birinci hissəsi nə idi? Xəstəliyin müalicəsi. Eyni ilə oxşarlığı budur. Deməli, əxlaq elminin ikinci hissəsi də bundan ibarətdir ki, gözəl əxlaqi xüsusiyyətləri ələ gətirəndən sonra onları qoruyub saxlamaq, yəni pis, belə deyək də, mənfi əxlaqları özündən dəf etmək. Bu da eyni ilə tibb elminin ikinci hissəsindəki kimidir. Sağlam insanın öz sağlamlığını qorumasıdır. Elə əxlaq elmi ilə tibb elmi ki, bir-birinə bu qədər bənzəyirlər, buna görə də əxlaq elminə ruhani tibb, elə tibb elminin özünə də cismani tibb adlandırıblar, cismani tibb deyiblər. Həzrəti İsa əleyhissalamın zamanında Calinus adlı böyük bir həkim olub, təbib olubdur ki, qeyd edirlər, bu təbib Həzrəti İsa'ya bir gün namə yazır, məktub yazır və bu məktubda Həzrəti İsa'ya bu cür xitab edir. Min tabibil əbdən ilə tabibin nüfus. Cisimlərin həkimindən ruhların həkiminə. Görün, necə dəqiq bir, belə deyək də, xitabdır bu. Necə dəqiq və incə bir nöqtəyə işarə edir. Yəni, mən insanların cisimlərini, bədənlərini müalicə edirəm, sağaldıram, amma sən insanların ruhlarını müalicə edirsən, ruhlarını sağaldırsan, qəflətdən oyadırsan. Həqiqətən də ruhun sağlamlığı cismin sağlamlığından qat-qat önəmlidir. Ola bilər bir insanın cismi sağlam olsun, amma ruhu xəstə olsa, bu onun heç bir dərdinə dəyməz. Bu insan əbədi səadəti ələ gətirə bilməz. Yox, əgər fərz edin bir insan cismi xəstə ola, amma ruhu sağlam olsa, bəli, bu insan əbədi səadətə nail ola bilər, Allahın cənnətinə qovuşa bilər.
yaxud da tam əksini fikirləşək. Fərz edin bir insan həm ruhi cəhətdən, həm də cismi cəhətdən sağlam olsa, nə xoş onun halına ki, həm dünyəvi, həm də ki, axirətdə bu insan xoşbəxtlərdən ola bilər və vay olsun o insanın halına ki, həm ruhu xəstə ola, həm də ki, belə deyək də, cismi xəstə ola. Yəni nə ruhunun sağlamlığına önəm verə, nə də ki, cismani sağlamlığına önəm verə və belə insan həm dünyada, həm də axirətdə bədbəxt olan insanlardan olar. Allaha and verirəm izzət-i cəlalına xatir bizləri həm ruhən, həm cismən sağlam olan bəndələrindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.